Salam dostlar. Bildiyimiz kimi Cənab Prezidentin martın 19-da imzaladığı bir sıra fərmanlarla və Azərbaycan Respublikasının 27 fevral 2026-cı il tarixli müvafiq qanunu ilə siyasi vəzifəli şəxslərin və dövlət qulluqçularının əmək haqqları artırıldı. Həmçinin dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə bununla bağlı bir sıra dəyişikliklər edildi. Artımlar yanvarın 1-i 2026-cı ildən tətbiq ediləcək. İzahları keçmədən öncə qeyd edim ki, bundan əvvəlki videoda dəyişikliklərin bir hissəsini izah etmişəm və linkini bu videonun rəylər bölümündə paylaşmışam. Bu tip videolardan vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olub bildirişləri açmağı unutmayın. İndi isə izahlara keçək. Yeni sistemə görə vəzifə maaşının artımı qulluq stajından və xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsindən asılı olacaq. Belə ki, qulluq stajına görə vəzifə maaşına əlavə edilməsi, həmçinin xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsinə görə mükafatın verilməsi ləğv edilir. Hər ikisinin əvəzinə vəzifə maaşının ödəniş pilləsi yüksəlir. Burada diqqət edilməli olan bəzi məqamlar var. Birincisi, dövlət qulluqçusunun eyni vəzifədə xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsinə uyğun olaraq qulluq stajına görə tutduğu pillədən daha yüksək pillə tutmasına 3 dəfə yol verilir. İkincisi, xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsində əla və ya yaxşı qiymətlərin verilməsinə limit qoyulur. Üçüncüsü, indiyə qədər həyata keçirilmiş xidmət fəaliyyətin qiymətləndirilməsi nəticələri bu il vəzifə maaşlarının pillələrinin yüksəldilməsi üçün nəzərə alınmayacaq. İndi isə bu yeniliklərə aid nümunələrə nəzər salaq. Ekranda gördüyünüz cədvəldə ödəniş pillələrinin qulluq stajından və xidmət fəaliyyətin qiymətləndirilməsi nəticələrindən asıllığını görürsünüz. Beləliklə, bizə aydın olur ki, məsələn, xidmətin 6-cı və 16-cı ilinə keçdikdə, əgər ödəniş pilləsi o vaxta qədər xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsində əlavə olaraq artırılıbsa, dövlət qulluqçusu malik olduğu pillədən daha yüksək pilləyə yüksəlir. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsində heç vaxt əla və ya ardıcıl 2 dəfə yaxşı qiymət almayan dövlət qulluqçularının vəzifə maaşları tutduqları vəzifəyə müvafiq ödəniş səviyyələri üzrə ən çox 4-cü pilləyə uyğun hesablanacaq. İndi isə qanunda göstərilən müəyyən spesifik hallarda aylıq vəzifə maaşının müəyyən edilməsi şərtlərinə baxaq. 33-4.9-cu maddənin 1-ci cümləsinə əsasən, məsələn, 34-cü ödəniş səviyyəsinə uyğun vəzifə tutan 6 il qulluq stajı olan və xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsində bir dəfə əla qiymət almış dövlət qulluqçusunun vəzifə maaşı müvafiq ödəniş səviyyəsi üzrə 4-cü ödəniş pilləsinə uyğun olaraq 1355 manat müəyyən edilir. Həmin şəxs hər hansı dövlət orqanında 33-cü səviyyəyə uyğun vəzifəyə təyin olunduqda, əvvəlki vəzifə maaşına ən yaxın yüksək vəzifə maaşı ikinci pillə üzrə 1385 manat olsa da, qulluq stajı nəzərə alınmaqla ona 3-cü pilləyə uyğun, yəni 1420 manat vəzifə maaşı müəyyən olunmalıdır. Maddənin 2-ci cümləsinə əsasən, məsələn, 19-cu səviyyəyə uyğun vəzifə tutan, 17 il qulluq stajı olan və xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsində 2 dəfə əla qiymət almış dövlət qulluqçusunun vəzifə maaşı müvafiq səviyyə üzrə 6-cı pilləyə uyğun olaraq 4185 manat müəyyən edilir. Həmin şəxs qulluqdan çıxıb 18-ci səviyyəyə uyğun vəzifəyə təyinat aldıqda, ona yalnız qulluq stajı nəzərə alınmaqla 4-cü pilləyə uyğun, yəni 4300 manat vəzifə maaşı müəyyən olunacaq. 33-4.11-ci maddəyə əsasən, məsələn, 33-cü səviyyəyə uyğun vəzifə tutan, 8 il qulluq stajı olduğu və xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsində bir dəfə əla qiymət aldığı üçün 4-cü pilləyə uyğun vəzifə maaşı alan dövlət qulluqçusu, maddədə adı çəkilən intizam tənbih tədbirlərindən birinin tətbiq edilməsi nəticəsində 34-cü və ya 35-ci ödəniş səviyyəsinə uyğun vəzifəyə keçirildikdə, ona həmin səviyyələr üzrə 3-cü deyil, yenə 4-cü pilləyə uyğun vəzifə maaşı müəyyən edilir. 33-4.12-ci maddəyə əsasən, məsələn, 32-ci səviyyə üzrə inzibati vəzifə tutan və 8 il qulluq stajı olan dövlət qulluqçusu 2026-cı ildə xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsində əla qiymət alarsa, 2027-ci ildə onun ödəniş pilləsinin yüksəldilməsi məsələsinə baxılarkən, qüvvədə olan intizam tənbihinin olub-olmamasına da baxılacaq. Əgər ona tətbiq edilmiş intizam tənbih tədbiri varsa və may ayında qüvvədən düşəcəksə, vəzifə maaşının ödəniş pilləsi xidmət fəaliyyətin qiymətləndirilməsi nəticəsinə uyğun olaraq iyun ayından etibarən yüksəldiləcək. Maddə daha yaxşı anlaşılsın deyə onu da qeyd edim ki, Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən intizam tənbəhi verilən gündən 6 ay müddətində qüvvədə olur. Amma iki halda vaxtından əvvəl qüvvədən düşür. Birincisi,
Məcəllənin 190.2-ci maddəsinə əsasən dövlət orqanı rəhbərinin əmri, sərəncamı və ya qərarı ilə ləğv edilir. İkincisi, məcəllənin 190.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun mükafatlandırıldığı gündən qüvvədən düşmüş hesab edilir. 33-4.9-cu maddənin ikinci cümləsinə, 33-4.10-cu və 33-4.13-cü maddələrə müqayisəli şəkildə baxdıqda görürük ki, məsələn, 34-cü səviyyəyə uyğun vəzifədə 7 il qulluq stajı olduğu və bir dəfə xidməti fəaliyyətin qiymətləndirilməsinə görə əla qiymət aldığı üçün 4-cü pilləyə uyğun vəzifə maaşı alan dövlət qulluqçusu qulluqdan çıxıb yenidən eyni təsnifatda 34-cü ödəniş səviyyəsinə uyğun vəzifəyə qayıdırsa, ona 3-cü deyil, yenə 4-cü pillə üzrə vəzifə maaşı müəyyən edilir. Amma əgər həmin dövlət qulluqçusu qulluqdan çıxmamışdan əvvəl xidməti fəaliyyətin sonuncu qiymətləndirilməsi nəticəsində qeyri-kafi qiymət alıbsa, yenidən qulluğa qayıtdıqda ona 3-cü pillə üzrə vəzifə maaşı müəyyən ediləcək. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununa edilən dəyişikliklərin izahını bununla yekunlaşdırıram. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Suallarınızı və dəyişikliklər haqqında fikirlərinizi rəylərdə paylaşa bilərsiniz. Dəyişikliklərin izahının əvvəli ilə tanış olmaq istəyənlər bundan əvvəlki videonu izləyə bilərlər.